Məşhur Gəncə kətəsinin Bakıda Gəncə qiymətinə verildiyi gizli bir məkan var. Deyir o nədir ki, ikisini yeyirsən doyursan, üçünü yeyirsən partlayırsan. Bax o budur bax. Ölçüsü, üzərinin təmiz kərə yağı, içinin göyərtisi, pendiri ilə brend olan Gəncə kətəsinin orijinal verildiyi o məkan Gəncə restoranıdır. O məşhur Gəncə kətəsi budur bax. Bax bu da orijinal Gəncə döyğası. Dovğa yox ha, döyğa. Əslində Bakıda Gəncə kətəsi çox yerdə verilir, amma hər yerdə Gəncədəki kimi verilmir də. Özdə Gəncə qiyməti ilə ha. Ən vacib məqam isə qiymətidir. Kətənin biri 3 manatdır. Ay nə boydadır? Ay Murad bu. 20 sm var. Üstü belə yağlı olur ha Gəncədə də. Mən Kətədə Borçalı məktəbliyəm, amma içi pendiri dadı verilir ha belə. Dad möhtəşəmdir həqiqətən. Məkanın sərfəli kampanyası da var. Deməli burada hər 3 kətə sifarişinə üstündə 1 stəkan döyğa, qatıq və sumaq pay verilir. Bax bu kətə Gəncəlilərin qırmızı xəttidir. Çəkiz bundan neçə dənə yesən doyarsan? Və deyir ikisini yersən partlayırsan. Açığı mən 2 dənəsi ilə doydum. Amma siz özünüzə güvənib ondan 5 dənəsini də yeyərəm deyirsinizsə, burada sizin üçün ideal bir kampaniya da var. 1 saat ərzində bax 5 dənə bu kətədən yeyə bilənə bunu qonaq eləyirlər. Pul almırlar. Məkana çöldən baxanda özünü bir anlıq Gəncədəki kimi hiss eləyirsən. Elə içəridə də Gəncəni xatırladan rəsmlər çox möhtəşəmdir. Məkanın şəhər daxili pulsuz çatdırılması da var. Amma kampaniyalar yalnız burada oturmaqla keçərlidir. Gəncə restoranı Həsən Əliyev küçəsi ilə kəsişmədə Azər Əliyev küçəsində yerləşir. Bu videonu Bakıda yaşayan Gəncəli dostlarınıza göndərin, məkanı kəşf etsinlər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.